Sizcə qara kassa sözü hardan gəlir? 20-ci əsrin 20-ci illərində SSR-də sənayeləşmə gedirdi və zavodlar qurulurdu, zavodlar, fabriklər işə salınırdı. Aydındır ki, bu zavodlarda, fabriklərdə fəhlələr də işləyirdi. Lakin bütün zavodlarda, fabriklərdə, qurumlarda olduğu kimi bəzi fəhlələr vardı ki, onlar xuliqanlıqla məşğul idi, əməkdən yayınırdı, müxtəlif formalarda intizama riayət eləmirdilər. Belə adamlara qarşı müxtəlif inzibati tədbirlər görülsə də, onları işdən çıxarda bilməzdilər və belə bir vəziyyətdə onlara qarşı bir töhmət sistemi də formalaşmışdı. Bunlara aid idi yoldaşlıq məhkəmələri və s. və bunlardan da biri 1927-ci ildən bəri tətbiq olunan bir qara kassa söhbəti idi. Yəni, belə tip fəhlələrə qalan fəhlələrdən ayrıca qara kassadan maaş verilirdi. Bu da onu göstərirdi ki, bunlar xuliqandılar, əmək intizamına riayət eləmirdilər, belə bir tənbeh forması məcburi var idi. Beləliklə, düz 40-cı illərə qədər belə bir forma getməyə başladı. 50-ci illərdə bu sözün məzmunu biraz da dəyişdi. Belə ki, 20-ci əsrin 50-ci illərindən başlayaraq zavodlarda, qurumlarda işləyən adamlar özlərinin maaşlarından müəyyən bir hissəni müəyyən bir kassaya, daxıl kimi yığırdılar. Vəziyyəti pis olan, gərgin olan, ölüsü düşən və müxtəlif variantda işləri olan fəhlələr həmin kassaya müraciət edib, oradan müəyyən vəsaiti götürə bilirdilər. Buna deyirdilər qara kassa. 20-ci əsrin 80-ci illərində isə bunun məzmunu tamamilə dəyişdi. Belə ki, qara kassa vergidən, dövlətin nəzarətindən yayınmaq üçün tərtib edilən ayrıca pul vəsaitinə deyilməyə başladı. Və o vaxtdan da bəri bizim dilimizə məhz bu anlamda vergidən və müxtəlif ödəmələrdən yayılan pul vəsaiti anlamında istifadə edilməyə başladı.